Bilirsən ki, Naxçıvan öləcək, əskərdən qaçmaq istəyənlər var ha. Olan Naxçıvan polisi öldü. Azərbaycan şəxsiyyətinə salam. Təcil olaraq bir məlumata diqqətlə çatdırmaq istəyirik. Amma hər şeydən əvvəl mən xahiş edərdim sizdən ki, bu kanala abunə olasınız. Çünki hərbi ilə bağlı nə varsa onları təcili və geniş, ətraflı izahı eləmək şərti ilə sizə göstərmək niyyətindəyik. Və elə bu günlərdə belə bir xəbər yayıldı ki, vəssalam, hərbi xidmət, söhbət, çox sağ ol, kompüter boy verdiyinə görə bilmədim buna. Eyb yox. Söhbət nədən gedir? Belə bir məlumat yayıldı ki, dərhal Azərbaycanda həqiqi hərbi xidmətin müddəti azaldılır. Sevinənlər çox oldu. Onları bir tərəfdən başa düşürəm, ikinci bir tərəfdən yox. Amma nə baş verir? İş orasında ki, söhbət zabitlərdən gedir və hansı zabitlərdən gedir? Bax, indi diqqətlə qulaq asaq, hamısı başa düşəcək. Bəs bu məsələ Milli Məclisə baxılır və bəlli olub ki, silahlı qüvvələrdə yüksək tələbat olan ixtisaslara malik hərbi qulluqçular, həkimlər, rəqəmsal texnologiyalar, IT mütəxəssislərinə söhbət gedir, maliyyəçilər, hüquqşünaslar, yəni ali təhsil tələb eləyən bir sıra işlər var ki, onlar orduda da tələb olunur, tək mülkidə yox. Və bu tip şəxslər bir qayda olaraq zabitlərdir və həmin o zabitlərlə ordunun komplektləşdirilməsi üçün addım atılır və nəticədə nə baş verir? Mövcud qanunvericiliyə uyğun olaraq ali təhsilli çağırışçı bir il adi qaydada xidmət edəndən sonra əgər istəyirdisə kursları oxuyurdu və ondan sonra bir il 6 ayda zabit kimi xidmət eləyirdi. Mülkidən gəlib, ali təhsili var, bir il əskər kimi xidmət eləyib, sonra yenə də orduda qalmaq istəyir, kurslar keçir, hərbi rütbə alır, bir il 6 ayda xidmət eləyir. İndi bu dəyişdi. İndi nə baş verir? Sakit dövrdə, dinc dövrdə, indiki dövrdə ali təhsili olan gənc universiteti bitirdi, gəldi hərbi xidmətə. Bir il xidmət elədi. Və sonra birdəndir ki, mən orduda qalıb xidmət eləmək istəyirəm, zabit kimi. Olur da elə uşaqlar var. Allah can sağlığı versin olaraq. Və həmin şəxslər yenə də kurs keçəndən sonra leytinant rütbəsini alacaq və artıq bir il 6 ay yox, bir il xidmət edəcək. Aydın oldu bütün bunların hamısı. Bir il çağırışla çağırılır, gəlir, xidmət eləyir və sonra istəyir ki, orduda qalsın. Yeniden həmin şəxsin Allah canını sağ eləsin, kurs keçir, leytinant rütbəsini alır və dinc dövrdə ixtisasına uyğun olaraq bir il 6 ay yox, bir il xidmət edəcək. Söhbət artıq həmin tip zabitlərin xidmət müddətinin bir il 6 aydan bir ilə azaldılmasından gedir. Bunun əskərlərə və digərlərinə heç bir aidiyyatı yoxdur. Ümumiyyətlə, burada söhbət əskərdən getmir. Bütün bunların hamısı niyə görə edilir? Hər halda gördüyü paradda da göstərdilər bizə. Küllü miqdarda silah, texnika alınır, ordu dəyişməyə başlayır və orduda yüksək texnologiyalara artıq keçid dövrü başlayır. Və bu səbəbdən orduya zabit lazımdır. Və bilirik ki, ali təhsili bitirmiş şəxsin gəlib zabit kimi kurs keçib, sonradan həmin o yüksək texnologiyalarla bağlı xidmət eləməsi daha rahat və asandır. Ora çünki artıq əskər lazım deyil. Elə texnika var ki, əskər onu başa düşməyəcək. Bu mümkün. O səbəbdən o tip zabitlərə ehtiyac duyulur. Ali hərbi məktəb hər il o qədər zabit verə bilmir. Mümkün deyil. Ona görə də müxtəlif texnologiyalarla bağlı olaraq həmin o boş yerləri doldurmaq məqsədi ilə o tip şəxslərdən istifadə olunur. Ali təhsili var, bir il xidmət keçib, kursu bitirib, rütbə aldı və salam. Bir ildə əlavə olaraq zabit kimi xidmət eləməlidir və istəsə sonradan yerdə xidmətinin müddətini artıra bilər. Bütün bunların hamısı artıq bizim ordunun yeni bir formaya keçidinə doğru atılan addımlardan biridir. Biz artıq tamamilə başqa bir yeni ordu qururuq və o səbəbdən əmin olmaq olar ki, artıq bizdə demirəm ki, indi dərhal bizdə əskər olmayacaq. Yox, əskər həmişə olacaq və əskər həmişə olmalıdır da. Amma biz artıq yavaş-yavaş kompakt bir orduya keçirik. Çünki problemlərimizi həll eləmişik. Bizə çox da böyük ordu lazım deyil. Düzdür, bilmirik qabağdan bizə hansı problemlər gözləyir. Həmişə dediyim kimi, heç də hər tərəfdə dost deyil bizdə. Amma indiki dinc dövrdə bizə yüksək peşəkar səviyyədə hazırlanan bir ordu lazımdır. O səbəbdən biz zabitlərə ehtiyac duyuruq. O ki qaldı, əskər kimi xidmət eləməyə xidmət eləyəcəksiniz. Ali təhsili olmayan 1 il 6 ay, ali təhsili olan 1 il və xidmət eləyəcəksiniz. Bunun başqa bir variantı yoxdur. Yaxın dövrdə gözləməyin ki, xidmət müddəti azaldılsın. Söhbət zabitlərdən gedirdi və onların bir sıra məqamları nəzərə alındı ki, bunları indi uzatmaq istəmirəm. O məqamlar nəzərə alınaraq xidmət müddəti
zabit üçün mülkidən, belə deyək də, adını belə qoyaq, mülkidən gəlmiş zabit üçün 1 il 6 aydan 1 ilə azaldıldı. Əskərlərlə bağlı azaldılmış. Ali təhsili olmayan 1 il 6 ay, ali təhsili olan 1 il xidmət edir.